Əgər xatırınızda olsa, keçən bərnamədə İsa'nın verdiyi təlimlərindən danışırdım, amma mətləbin çoxluğundan sözü başa çatdıra bilmədim. Qoyun bu qisməti İncilin özündən oxuyun. İsa buyurur, yer üzündə özünüzə xəzinələr yığmayın. Orada cüvə və pas onları məhv edər və oğrular oranı yarıb oğurlarlar. Amma özünüzə göydə xəzinələr yığın ki, orada nə cüvə məhv edər, nə də pas, nə də oğrular oraya girib oğurlarlar. Çünki xəzinəniz harada olsa, ürəyiniz də orada olacaqdır. Bədənin çırağı gözdür. Ona görə gözün sağ olsa, bütün bədənin də işıqlı olar. Əgər gözün pis olsa, bütün bədənin qaranlıq olar. Beləcə, əgər səndəki işıq qaranlıq olsa, o qaranlıq nə böyükdür. Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birindən nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə həqarətlə baxacaq. Siz həm Tanrıya, həm də pula qulluq edə bilməzsiniz. Bunun üçün sizə deyirəm, canınız üçün nigaran olmayın ki, nə yeyib, nə içəcəksiniz ya da nə giyəcəksiniz? Məgər can yeməkdən və bədən geyməkdən daha əfzəl deyil. Göyün quşlarına baxın. Onlar nə əkirlər, nə biçirlər, nə də ambarlara yığırlar. Lakin yenə də göylərdə olan atanızdır ki, onları doyurur. Məgər siz onlardan daha əfzəl deyilsiniz. Sizlərdən kim var ki, nigaran olmaqla ömrünə bir saat artıra bilsin? Nə üçün paltardan ötürü nigaran olursunuz? Zəmi zambaqlarının necə böyüdüklərinə baxın. Nə zəhmət çəkirlər, nə də iplik əyrirlər. Amma sizə deyirəm, Süleyman belə bütün şövkətində bunlardan biri kimi geyinməmişdi. Əgər tarı bugün mövcud olub sabah ocağa atılan otu belə geyindirir, aya sizi daha artıq geyindirməyəcək, ey az imanlılar? Beləcə, nə yiyəcəyik, nə içəcəyik, nə giyəcəyik deyib nigaran olmayın. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar və göydə olan atanız sizin bu şeylərə möhtac olduğunuzu bilir. Lakin siz əvvəlcə Tanrının padişahlığını və onun salihliyini axtarın və bunların hamısı sizə artıqlıqla veriləcək. Buna görə sabah üçün nigaran olmayın, çünki sabahki gün özü öz fikrində olacaq. Hər günün özü üçün öz nigarançılığı var. Baxın, İsa'nın burada dediyi sözlərin hamısı bir-birinə bağlıdır. İsa insanın rabitələrindən danışır. Tanrı ilə olan rabitəsindən və başqa insanlarla olan rabitəsindən. Və necə aydınca görürük ki, əgər Tanrı ilə olan rabitəmiz düzgün olmasa, bir-birimizlə olan rabitəmiz də düzgün olmayacaq. İsa bu mətndə duadan danışdı, orucdan danışdı, sədəqədən danışdı və gördük ki, bunların hamısı bizim Tanrı ilə olan rabitəmizin üstündə qurulur. Olmazsa səhi olmayacaq. İsa bizdən istəyir ki, vazih bir şəkildə, aramlıq içində qabağımızda olan yollara bir baxaq və onları dəyərləndirək. Aya
İstəyirik özümüz üçün xəzinə yığaq. Əgər belədir, o zaman baxaq görək hansı xəzinə davamlıdır. Aya istəyirik ki, əməllərimizdə azad olaq, hədəfli olaq? Əgər belədir, o zaman gözümüz gərək necə olsun ki, bu istəyimiz yerinə yetişsin? Aya istəyirik ki, lap yaxşı ağaya qulluq edək? Əgər belədir, o zaman gərək düşünək ki, bu ağaların hansının ərzişi var ki, ona bağlı qalaq, ona təəhhüdlü qalaq. Bunların arasında ancaq o zaman səhih bir şəkildə seçə biləcəyik ki, iki xəzinəni, iki cür gözü və İsa'nın dediyi o iki ağanı bir-biri ilə müqayisə edək. Ancaq o zamandır ki, Tanrı bizə yolumuzu aydınladacaq və onun bu sözlərini də dərk edəcək ki, beləcə nə yiyəcəyik, nə içəcəyik, nə giyəcəyik deyib nigaran olmayın. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar və göydə olan atanız sizin bu şeylərə möhtac olduğunuzu bilir. Və İsa əlavə edir, lakin siz əvvəlcə Tanrının padşahlığını və onun salihliyini axtarın və bunların hamısı sizə artıqlıqla veriləcək. Başqa bir sözdə İsa bunu deyir. Bizim hansı ağaya qulluq edəcəyimiz qüvvətli bir şəkildə bizim baxışımıza əsər qoyur. Onun üçün də gərək nigaran olmayaq ki, niyə birini rədd etdik? Əksinə, gərək bütün qüvvətimizi bir yerə toplayıb seçdiyimizin üstünə qoyaq. Bu zamandır ki, nigaran olmayacağıq. Onun yerinə Tanrının işlərini, Tanrının amaclarını istəyəcək. İsa burada bizim fikrimizi həyatımızın amacına dikir. İsa bunu yaxşıca bilir ki, biz insanlar həyatda daim tələb etdiklərimizin dalınca qaçırıq. Bu da bizi cah tələb adamlara döndərir. İsa buyurur ki, gəlin Tanrının amaclarını tələb etməkdə cah tələb olaq. İsa mətləbi bizə çox asan edir və həyatın bütün hədəflərini iki hədəfdə bizə xülasə edir. Və oxuduğum mətndə bunları bir-birinin qabağına qoyur. Və peyrəvlərini təşviq edir ki, fikirlərini özlərinin rifah və əmniyyətləri ilə məşğul etməsinlər. Elə şeylərin dalınca bütpərəstlər gedərlər. Onlar ancaq Tanrının səltənətini və onun salihliyini və bu salihliyin, bu ədalətin necə bu dünyaya yayıldığını düşünsünlər. Nigaran olmayın ki, nə yiyəcəyik, nə içəcəyik, nə giyəcəyik. Dünyanın adamları daim bunları düşünürlər və daim bu şeylər barədə nigarandırırlar. Əgər inanmırsınız, televizyona, məcəllələrə, duvarda yazılan təbliğlərə bir baxın. Gündəlik oxuduqlarımızın %80 qismi elə xəbərlər, elə təbliğlərdir ki, bizə nə yiyək, nə içək, nə giyəcək barədə danışır. Sensiz yaşayabilmem ben. Budur hayatın yaralıdır. Sensiz yaşayabilmem ben.
sensiz yaşayabilmem ben. Ey yâre, yoktur çare, sensiz yaşayabilmem ben. Şükreylesen sen Tanrı'ya, çiçekler sensiz yaşayabilmem ben. Ey yâre, yoktur çare, sensiz yaşayabilmem ben. Sen kalbini ışık gördü, sensiz yaşayabilmem ben. Bu ışığı sen de gördün, sensiz yaşayabilmem ben. Sen kalbini ışık gördün, sensiz yaşayabilmem ben. Bu ışığı sen de gördün, sensiz yaşayabilmem ben. Ey yâre, yoktur çare, sensiz yaşayabilmem ben. Yâre, yoktur çare, sensiz yaşayabilmem ben. Şükreylesen sen Tanrı'ya, çiçekler arzular. Yaradanın ellerinden kapacaksan hoş haber. Hoş İsa əlbəttə ki, bu sözünə bədənin möhtac olduqlarını rədd etmir, onlara xor da baxmır. Bizə elə bu hissədə tövsiyə edir ki, gündəlik çörəyimiz üçün Tanrıya dua edək. Əgər belədir, bəs onda onun bu sözünün məqsədi nədir? İsa'nın məqsədi budur ki, maddi rifahda özümüzü qərq etmək səhv bir şeydir. Çünki insanın səhv olan baxışından nəticə alır.
İnsan ancak fizik, ancak beden değil ki. Bütün amacımız fizikimizin diri saxlaması ilə məşğul olsun. Belə bir baxış insanı heyvan qədər aşağı gətirər. İsa'ya peyrəv olanlar gərək daha üstün amaclar fikrində olsunlar. O amaclar ki, dəyərlidir. İsa'nın baxışına görə fikr etmək səhv deyil. Bizə deyir ki, gül barəsində bir düşünək. Quşlar barəsində bir düşünək. Bizə gələcək haqqında durəndiş olmağı da qınamır. Deyir, qarışqaların halına baxın, necə qış üçün yayda zumar yığırlar. İsa nigaran olmağı mən edir. Fikrimizi o qədər bu şeylərə taxıb vücudumuza qorxu salmağı mən edir. Nigarançılıq və istirab adamı içəridən güvə kimi yiyər. Məsihi bir adam nigaran olmaq əvəzinə gərək tarıya bel bağlasın, ona təvəkkül etsin. Bizi yaradan tarıdır və həyatımızın bəqası da ona bağlıdır. Yadımızdan çıxartmayaq ki, tarı bizim səmavi atamızdır. Gəlin İsa'nın bu sözünü səhv anlamayaq. İsa burada bunu demir ki, əli əl üstə qoyub işləməyək və tarıya bel bağlayaq ki, bizə möhtac olduqlarımızı verəcək. Baxın, necə quşlar gəzib ruzilərini yığırlar, eləcə də biz insanlar ehtiyaclarımız üçün gərək işləyək. Bizim tarıya olan imanımız gərək mane olmasın ki, tarının bizə verdiyi vəsilələrdən istifadə etməyək. Həm də İsa'nın bu sözü bu demək deyil ki, özümüzə deyək, tarı insanların fikrindədir, ona görə də lüzumu yox ki, biz də başqa insanların fikrində olaq. Əlbəttə ki, xeyr, haşa. Biz bu məsuliyyəti çiynimizdən ata bilmərik. Yoxsullara yetişmək bizim vəzifəmizdir. Əgər dünyada yoxsul insanlar var, onun üçündür ki, insanlar Tanrının onlara verdiyi nemətləri düzgün bir şəkildə paylaşmırlar. Qaynaqları, mənbələri hədər edirlər. Buğdanı ehtikar edirlər. Əlbəttə ki, dünyada qıtlıqlar var, pisliklər var. Biz Məsihlər də bu dünyada olduğumuz üçün əzab çəkəcəyik. Lakin bunların heç biri mane ola bilməz ki, səmavi atamıza bel bağlamayaq. Biz gərək Tanrının səltənətini istəyək. Müqəddəs qanın vasitəsilə mən müqəddəs yerə girdim. Öz həyatını qurban verdin. Sən məni azad etdin. Sitayiş edirəm mən, sitayiş edirəm mən, sitayiş edirəm mən, sitayiş edirəm mən, sənin adını senin adını Tanrı.
müqəddəs qanın vasitəsilə ən müqəddəs yerə girdin. Öz həyatını qurban verdin. Sən məni azad etdin. Sitayiş edirəm mən. Sitayiş edirəm mən. Sitayiş edirəm mən. Sitayiş edirəm mən. Sənin adın Xoş o adamın halına ki, pis adamların məşvərətində gəzməz. Günahkarların yolunda durmaz, istehza edənlərin məclisində oturmaz. Lakin Rəbbin şəriətindən həzz edər,
gecə gündüz onu dərin düşünər. O su arxlarının yanında əkilmiş ağac kimidir ki, barını öz vaxtında verər. Onun yarpağı solmaz, etdiyi hər iş yaxşı gedər. Pis adamlar belə deyirlər. Saman çöpü kimidirlər ki, yel onları sovurub aparar. Ona görə pis adamlar mühakimədə, günahkarlar salihlərin arasında durmayacaqlar. Çünki salihlərin yolu Rəbbin nəzərindədir. Amma pis adamların yolu məhv olacaq.